من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا إن تنصروا الله ينصركم ويثبت أقدامكم صدق الله العلي العظيم يا عباد الله أوصيكم ونفسي بتقوى الله. Aziz və dəyərli möminlər, əvvəla özümü və sizi ilahi təqvaya riayət etməyə dəvət edirəm. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Kərbəla şəhidləri, vətən şəhidlərimiz ruhlarına salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Cümə namazına cəm olmuşuq, biri digərinin ənvatı haqqında salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Əziz və dəyərli möminlər, qarşıdan şəhidlərimizin və qazilərimizin qanı bahasına əldə olunmuş xalqımızın iftixar və qürur günü olan 8 noyabr Zəfər günü gəlir. Allah bu günləri inşallah bizlər üçün mübarək qərar versin. Allah şəhidlərimizə rəhmət eləsin. Ailələrinə səbir versin. Qazilərimizə şəfa versin. Allah ölkəmizin müstəqilliyin daimi eləsin. Əziz möminlər, elə bu səbəblə də bugünkü mövzumuz da zəfərin ruhundakı iman haqqında olacaq. Zəfərə təməl təşkil edən iman ruhu haqqında inşallah bugün danışacağıq. Çünki bir xalqın, bir cəmiyyətin mənəviyyatı yüksək olsa, mənəvi dəyərlər orada yüksək olsa, o zəfər qazana bilər. Yalnız mənəvi dəyərlərə, imana əsaslanan xalq zəfər qazanmağa haqq sahibidir. Xutbənin əvvəlində qeyd etdiyim ayə Muhammed surəsinin 7-ci ayəsidir. Həmin ayədə buyurulur ki, Yə eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, İn tansurullahə, əgər Allaha, yəni Allahın dininə kömək etsəniz, yansurkum, Allah da sizə kömək edər. Və yusabbit əqdəməkum, və qədəmlərinizi möhkəmləndirər. Baxın, bu ayədən də ortaya çıxır ki, hər bir şeyin, zəfərin təməli, qələbənin təməli yalnız imandır. Möhkəm iman və mənəviyyata əsaslanmaqdır. Bəs belə bir sual ortaya çıxır ki, ayədə qeyd olunur ki, Allahın dininə kömək etmək. Bəs belə bir sual ortaya çıxır ki, Allahın dininə necə kömək etmək olar? Necə kömək etmək olar? Əlbəttə, Allahın buyruqlarına əməl etməklə, Allahın vacibatlarını yerinə yetirmək, haramlarından uzaq durmaqla və qısa şəkildə, xülasə şəklində desək, Allahın gətirdiyi dini dəyərləri, Allahın bizlərə qoyduğu dəyərləri həyatımıza tətbiq etməklə, bütün cəmiyyətimizə tətbiq etməklə biz Allahın dininə kömək etmiş olarıq. Biz Allahın dininə kömək etmiş olarıq. Bunu necə edə bilərik? Peyğəmbərimiz hamınız bilirsiniz ki, bizə 2 əmanət qoyub. Kitabullah və itrəti, Quran və Əhl-i Beyt. Bir cəmiyyət bunlara nə qədər bağlı olsa, onda iman ruhu formalaşar. Həmin cəmiyyətdə iman ruhu formalaşar. Buna görə də bizim xalqımız da daim Peyğəmbərin qoyduğu bu 2 əmanətdən heç vaxt ayrı düşməyib, məzhəbindən asılı olmayaraq. İstər əhl-i sünnə olsun, istər əhl-i şiə olsun, fərq etməz. Hər iki Azərbaycanda olan ənənəvi məzhəblər, xalqımızın ənənəvi məzhəbləri daim bu 2 əmanətə hörmət bəsləyiblər. Biz bunu nədə görə bilərik?
Çünki əskər qardaşlarımızı əskər yola salanda daim valideynləri nə ediblər? Onları Quranın altından keçərək yola salıblar. Daim Quranın hökmünə əməl etməyə çalışıb xalqımız. Qurana belə hörmət qoyub xalqımız. Digər tərəfdən Əhl-i Beytə xalqımızın qoyduğu hörmət isə məlumdur ki, şəhid qardaşlarımızın hamısı İmam Hüseyn məclislərində, Əhl-i Beyt məclislərində yetişmiş şəxslər idi. Oradan bəhrələnmiş şəxslər idi. Daim Quran məclislərində, Əhl-i Beyt məclislərində oradakı mənəvi abu-havadan bəhrələnib formalaşan şəxslər idi ki, gedib bu 44 gün ərzində bizlərə bu tarixi zəfər gününü qismət elədilər, bəxş elədilər. Həmçinin şəhid məclislərində iştirak eləyənlər bilirlər ki, şəhid dəfnində iştirak eləyənlər bilirlər ki, daim şəhid anaları, şəhid valideynləri nə deyirlər? Deyirlər ki, mənim oğlum İmam Hüseynə qonaq getdi. Baxın, bu mənəvi tərbiyədir ki, gətirib bizim gənclərimizi yetişdirib, bizə bu zəfəri bəxş elədi. Çünki daim bu zəfərin əsas qəhrəmanları bizim şəhidlərimiz olsa da onları yetişdirən valideynlərdir, analardır, şəhid analarıdır. Bunu belə bir şeyə misal göstərə bilərik ki, təsəvvür edin ki, bir film izləyirsiniz. Həmin filmdə sizlərin gördüyünüz nələrdir? Aktyorlardır. Onların ortaya gətirdiyi əsərdir. Hamı elə bilir ki, bu film sadəcə aktyorlardan ibarətdir, bunların zəhmətindən ibarətdir. Amma bu filmin arxasında nə dayanır? Senaristin böyük zəhməti dayanır. Senarist bu aktyorları hazırlayır. Amma senaristi heç kim tanımır, heç kim onu görmür. Şəhid anaları da elədir. Bu şəhidləri hazırlayan, cəmiyyətə bu mənəvi abu-havanı bəxş eləyən şəhid analarıdır, şəhid valideynlərdir ki, onları yetişdirmişdilər. Ki onların da məqamı heç də şəhidlərdən əski deyil. Çünki gizlində olan qəhrəmanların məqamı, Allah övliyalarının məqamı daim Allah yanında daha böyük olub. Daim daha böyük olub. İndi isə gərək növbəti bir suala ki, Allah Taala bildirir ki, onun dininə kömək eləyənlərə Allah da kömək eləyər. Bəs bu kömək nədən ibarətdir? Bəs bu kömək necə olur? Bu ondan ibarətdir ki, birinci növbədə Allah onların qəlbinə iman ruhunu daxil eləyər. Onların iradəsini gücləndirər və fikirlərinə sakitlik bəxş eləyər. Baxın, görün, bizim xalqımızın da müharibə ərzində necə möhkəm iradə ilə dayanmışdılar. Şəhidlərimiz necə qorxmazcasına, mərdcəsinə dayanmışdılar. Bunu onlara bəxş eləyən məhz iman ruhudur. Məhz xalqımızın yetişməsində, o ki, neçə illər ərzində bu ki, Quran və Əhl-i Beyt məclisləri, cəmiyyətin mənəvi dəyərlərə verdiyi önəm onları yetişdirmişdi. Xüsusilə də bu ayədə vurğulanır ki, qədəmlərini möhkəmləndirər. Onlar düşmən qarşısında qorxmazlar. Allah onlara elə bir cəsarət verər ki, düşmən qarşısında qorxmazlar. Baxın, İslamın döyüşlərindən olan Bədir döyüşündə İslam ordusunun sayı qat-qat müşriklərin ordusundan az idi. Amma İslam ordusu orada qələbə qazandı. Nəyin hesabına idi bu? Onlardakı iman ruhu idi ki, Allah onların qədəmlərini möhkəmləndirmişdi. Amma bunun müqabilində müşrik ordusu isə tir-tir əsirdi, qorxurdu. Çünki Bədir döyüşündə İslam ordusunda olanlar haqq yol uğruna, haqq mübarizəyə çıxmışdılar. Buna görə qorxmurdular. Amma müşrik ordusu isə bilirdilər ki, onlar batil bir döyüşə çıxıblar və etdikləri də puçdur. Buna görə qorxurdular. Heç bir əqidəyə, heç bir şeyə əsaslanmırdı onların etdikləri. Bizim xalqımız da elə 44 günlük müharibə ərzində buna görə qorxmazcasına, mərdcəsinə, başda şəhid qardaşlarımız olmaqla xalqımızın digər nümayəndələri də qorxmazcasına, mərdcəsinə dayanmışlar. Çünki onlar haqq mübarizədə idilər. Amma düşmən tərəf isə özünüz bu 44 günlük vətən müharibəsi ərzində eşitmişsiniz və görmüşsünüz ki, onlar necə postları tərk edib qaçırdılar. Çünki onlar bilirdilər ki, zaten bu onların torpağı deyil. Onlar işğalçıdılar, onlar batil yoldadılar. Buna görə də onlar
haqq yola əsaslanmadığı üçün, onların döyüşünün bir mənəvi təməli olmadığı üçün qorxub qaçırdılar. Amma bizim mərd qardaşlarımız isə güllənin qarşısına qaçırdılar. Bir-birləri üçün fədakarlıq edirdilər, əllərindən gələni eləyirdilər. Çünki bunun əsasında dayanan bir iman ruhu var idi. Həmçinin Allah bu iman ruhu sayəsində xalqımıza birlik bəxş eləmişdi bu günlərdə. Onlara, çünki bunun təməlində qeyrət dayanırdı. Bizim xalqımız qeyrətli xalq idi. Peyğəmbər də bir hədisində buyurur ki, İnnallaha Teala yuhibbu min ibadihil gayur. Həqiqətən Allah qeyrətli bəndələrini sevir. Bizim xalqımız da o qeyrətli xalqlardan idi. Onlar 30 il işğal müddətində bu işğalla barışa bilmirdilər ki, onların torpaqları işğal altındadır. Bizim xalqımız bununla barışa bilmirdi. Buna bir çox şəhidlərimizi nümunə göstərə bilərik. Mübariz İbrahimovun şücaəti, Polad Həşimovun şücaəti və digər şəhidlərimizin şücaəti də buna görə idi ki, onları qeyrəti hərəkətə gətirirdi ki, onlar heç cür torpaqların işğal altında olmağı ilə barışa bilmirdilər. Həmçinin qeyrətli xalqımız da 44 günlük müharibə ərzində əlindən gələni edirdi. Kimisi mənəvi dəstək olmağa çalışırdı, kimisi cəbhəyə yardım göstərirdi. Hamı bir yolla səfərbər olmuşdu. Kimisi duası ilə əskərlərimizin yanındaydı və ən sonda da, ən başda da dayanan fədakarlıq bizim şəhid qardaşlarımızın və qazi qardaşlarımızın göstərdiyi fədakarlıq idi ki, onlar öz canlarından keçdilər. Həmçinin şəhid valideynlərinin göstərdiyi fədakarlıq idi. İnsan üçün ən əziz öz canı və ondan da əziz evladının canı olur. Şəhidlərimiz və şəhid valideynləri öz canlarından keçdilər ki, vətən azadlığa çıxsın, torpaqlar azadlığa çıxsın. Əleyhissalam. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Allah ölkəmizin müstəqilliyin daimi qərar versin. Allahumma salli ala Muhammedin və ali Muhammed. Əuzu billah.